Bir neçə ay bundan qabaq mən bir video çəkiliş etdim ki, mənim evimin qabağında yerləşən bax bu cür ağaclar var. Görürsüz? Bunlar budalanmalıdır, çünki mənim evimdən kənardılar. Mən özüm cəhd göstərdim bunu eləməyə. Amma halbuki o dəqiqə uçaskovoy peyda olundu buralarda. Özünüz başa düşdünüz də, yəni dalı nə ilə qurtardı bunu. Çünki mənim bunu eləməyə ixtiyarım yoxdur, bu cərimədir. Bir sıra yoldaşlar, yəni mənə tövsiyə etdilər ki, mən müraciət edeyim onlayn icra hakimiyyətinə bu barədə. Mən də onu etdim. Üstündən keçdi bir 15 gün, 20 gün icra hakimiyyətindən heç kəs gəlmədi. Bir neçə gün bundan qabaq təsəvvür edin ki, durub gəliblər bunu kesməyə. Baxın, fikir verin. Gəliblər işıq idarəsindən. Çünki hansısa xəttə toxunurdu burada bu ağaclar. Kesiblər, yəni kesməklərinə bir dənə fikir verin. Hələ zibilləri də bax bu cürünü atıblar, burada çıxıb gediblər. Hətta bax bu böyük budağı görürsünüz evin üstünə düşən. Burada bir qonşumuz var, yaxınlaşdı onlara xahiş edirdi ki, day kesirsizsə onu da kesinlər. Başa düşdünüz? Ondan pul istədilər. Başa düşdünüz? İşıq idarəsinin işçiləri qonşudan pul istədilər. Lazım olsa o qonşu olan üzünə də deyər onu. Bax belə. Bu elə dərd yarı. Bunlar kesəndə bu ağacları mənim bu dəqiqə internet xəttimi zədələyiblər və mən qalmışam internetsiz. Bax, indi mən üz tuturam birinci icra hakimiyyətinə. Sizə müraciət elədim, necə lazımdır, siz gəlib bunu eləmədiniz. Bunu gəlib elədi işıq idarəsi. İndi də ikinci mənim müraciətim işıq idarəsidir. Bu nə də eləmişsiniz? Hə? Həm dağıtmışsınız buranı, həm zibilləmişsiniz buranı, həm də mənim internetimi əməlli başlı zədələmişsiniz. İndi xahiş edirəm hamısından, gəlin, bax, bütün bu nöqsanları aradan qaldırın. Meşdağı əxlindən də mən belə, necə deyərlər, artıq dərəcədə xahiş edirəm ki, bu videonu paylaşsınlar. Əsasən də mənim Instagram səhifəmdə. Çünki məhz Instagram səhifəmdə bütün bu dövlət qurumlarını hamısını mən bu dəqiqə orada taq edəcəyəm. Sizin də əgər bu cür problemləriniz varsa, həmən bax o yerdə, bu barədə kommentari bölməsində yaza bilərsiniz. Qəlbdən qəlbə, Maçdağı qəsəbəsində.